Şafii məzhəbinə görə oruclu bir şəxsə 3 şey müstəhəbdir, yəni daha çox fəzilətlidir. Bunlardan birincisi, orucun açmaq vaxtı gəldikdə, yəni iftar vaxtı gəldikdə, axşam azanı oxunduqda və ya axşam namazının girdiyi vaxtda gecikdirmədən orucu açmaqdır. İkincisi, sahur vaxtında yeyilən yeməyi sübh namazına qədər gecikdirməkdir. Amma sübh namazı vaxtına gəlməyəcək şəkildə, yəni sübh azanına qədər yeyilib bitiriləcək şəkildə səhər vaxtına doğru bu yeməyi gecikdirmək sünnədir. Üçüncüsü isə oruclu bir şəxsin oruclu olduğu vaxtda boş, mənasız şeyləri danışmaqdan uzaq durmaqdır. Yəni boş-boş şeylər danışmamalı, bunun yerinə elmlə məşğul olmalı, lazımlı söhbətlər etməlidir. Yəni bu şəkildə danışmamaq, boş şeylər danışmamaq da sünnədir.